Dostlar, kaldığımız yerden devam edək. Deməlidir, no one could be less of a mere cherished memory. Heç kim could, biraz dili çətindir, amma yenə də ötəsindən gələk. Heç kim deyir, dəyər vermək. Bu da cherish, cherished memory, yəni əziz tutulmuş xatirə. Dəyər verilmiş, qorunmuş xatirə deməkdir. Cherished memory. Heç kim bundan deyir, daha az ola bilməzdi. Could be less. Yəni hamı o dəyərli xatirədən də dəyərli idi. Da belə deyək. Could be less o mere. Mere də sadəcə deməkdir. She declared. Declare yəni ki o bildirdi, açıqladı. As if sanki she hadn't heard him. O onu eşitməmişdi. You're an actual person. Sən əsl insansan, actual. Bu da əsl deməkdir. If there ever was one. Əgər yəni bunun mənası birə gedir. Əgər dünyada bir dənə insan olsaydı, o da sən olardın, o mənada. If there ever was one. Yəni bir nəfər kişi varsa, o da sənsən, o deməkdir. Yəni loru dildə. We agreed just now that you're beautiful. Biz indi razılaşdıq ki, sən həqiqətən gözəlsən. You strike me. Strike burada görsənmək deməkdir. Yəni gözümə bir təhər görsənsən və yaxud da gözümə başqa görsənsən. You strike me. Sən mənə görsənirsən, you know, bilirsən dədir. As in your own way, özünə məxsus tərzdə. Necə görsənirsən? As much more firm on your feet than I am. Bunun bütün mənası odur ki, yəni sən məndən daha çox ayaqların üstündə sağlam duran biri kimi görsənirsən mənə. Don't put it to me. Don't put it to me yəni ki birinə bir fikir irəli sürmək, demək, bildirmək, o mənada. Mənə bunu deyir, don't put it to me. Bunu bildirmə, necə? Therefore, ona görə də bunu mənə as monstrous, yəni dəhşətli bir şey kimi bunu mənə bildirmə. Nəyi? That the fact that we are yəni fakt odur ki, that we are after all, yəni ki, after all nə idi? Axı nə də olsa. Biz parent and child, biz valideyn və uşaq olaraq should at present, hal-hazırda in some manner, yəni hansısa bir şəkildə, bir formada count for us. Yəni bizim üçün önəmlidir, əhəmiyyətlidir. Yəni bunu mənə bir dəhşətli bir şey kimi təqdim eləmə. That we are after all parent and child should at present manner. Valideyn övlad münasibətinin bizim üçün əhəmiyyətli olduğunu mənə bir dəhşətli bir şey göstərmə, o deməkdir. Sonra, my idea has been that it should have some effect for each of us. Mənim fikrim ondan ibarətdir ki, bunun bizim üçün, bizim hər birimiz üçün müəyyən təsir olmalıdır. I don't at all, as I told you just now. Mən at all yəni demək olar ki, nəredeyse türklər deyir. İncə sənə dediyim kimi, she pursued. O davam etdi. Sözün deməyə davam etdi. Make out your life. Yəni, sənin həyatını anlaya bilmirəm. Make out, çözə bilmirəm. But whatever it is, lakin hər nə olur olsun, whatever it is, I hereby yəni ki, beləliklə deməkdir. Bununla da, bununla. Nə olursa olsun, mən bununla, beləliklə, offer you to accept it. Bunu qəbul etmək sənə təklif edirəm. And on my side, və mənim tərəfimdən, I'll do everything I can for you.
Əlimdən gələn hər şeyi sənin üçün edəcəm. I see. Başa düşürəm, anlayıram. Said Lionel Croy. Lionel Croy dedi. Then with the sound of extreme relevance, sonra eyni yəni tərzdə, yəni aşırı hədsiz uyğun bir səslə, and what can you, bəs sən nə edə bilərsən, dedi. She only, o yalnız at this yəni bu anda, bu sözü deyəndən sonra hesitated, tərəddüd etdi. And he took up her silence, və kişi, he burada kişi cinsidir, və kişi o qadının səssizliyini, sükutunu davam etdirdi. Elə bir onun yerinə danışdı. He took up. Took up. Bu da keçmiş zamandadır. İndiki zaman take up'dır. Take up nə deməkdir? Yəni davam etdirmək. Başqasının yarımçıq qoyduğu şeyi davam etdirmək. O mənada. Bura qədər tərcümə elədik. Gələn videoda da arxasını tərcümə edərik.